Hello. Today we organized an hour of AI event at secondary school number 89. First, our group members Agil and Movlan gave a brief introduction to ADA University. Biz kurs tələbələri bugün sizə burada biraz proqramlaşdırmanın təməllərindən və s. danışacağıq. Bir də müəyyən qədər sizə universitetimiz haqqında məlumat verəcəyik. Deməli, Alfa Universitetinin filiallarını burada görə bilərsiniz. Bakıda, Qazaxda və Gəncədə var. Gördüyünüz kimi fakültələri görə bilərsiniz. Xüsusilə də IT və mühəndislik fakültəsində kompüter mühəndisliyi, kompüter elmləri, riyaziyyat və başqa fakültələr var. After giving information about Ada University, Murad Rizayev gave an introduction to artificial intelligence, explained the purpose of the event, and described how the bug arena works. Sonra siz indi algoritm uygularsınız, gördüğünüz sayfalarda. Bir de gel. Siz ona basında böyle bir şans var. Burada size öyle talimatlar var. Bunlar sizde olmadı, yani isimleri. Burada buna basıp daha çok namat ödeyebilirsiniz. Buna basarak ses kopyabilirsiniz ama bu size ihtiyaç değil. Yani burada İngilizce'de yanlışım oluyor. Burada kuzu var. And man, after Murad gave the introduction, Akil explained the first algorithm in the bug arena to the children. 80 dərəcə dönmə nə demək? 180 derecede dönme yani tam dönme. Tam şəkildə geriyə dönmədir. Burada gördüyünüz kimi böləcəyə müəyyən qədər belə deyək, algoritmlər təqdim edəcəksiniz. Həmin gördüyünüz kimi clockwise saat əqrəbi istiqamət. Burada gördüyünüz kimi belə deyək, göstərildiyi random oldu. Random bir nə deməkdir, kimi deyək bu? Random sözündən. Yəni təsadüfi. Burada gördüyünüz kimi, burada məsələn random algoritm verəcək, düzdür. Hər hansı bir yerdə sağa, sola, Uşaq yoxsul olur. bu heç bir məntiqi əlaqəsi olmur. Gördüyünüz blok var. Bu blok nə deməkdir? Hər 5 saniyədən bir. Onu ora çağır. Burada da əməliyyat var. Bunun mənası nədir? Yəni hər 5 saniyədən bir bu, belə deyək, özü bu əməliyyatda həyata keçirir. Bəs bu nə deməkdir? Burada And after Akil explained the first algorithm, Kamal began to explain the second one. Başlanmışda düz getməlidir, düz baxmalıdır. Ona görə 0 dərəcə qoymuşlar. Sonra kvadratı geçebilmək üçün divara dəyəndə fırlanmalıdır. Ona görə on band, wall demək ki, divara dəyəndir. Ona görə festival içərisində başlandı baxmalı 0 dərəcə olmalıdır. Sonra biz divara dəyən kimi fırlanmalıdır. Kvadrat gəlmək üçün. Band, wall divara dəyəndir. After Kamal explained the first algorithm, Movlan began to explain the third algorithm. Bu oyunu yəqin ki, çoxunuz görmüşsünüz uşaqlar. Bir sizə bölgə verilir və həmin bölgəni oynayırsınız. Birinci, ən başlanğıcda bölgəyimiz düz baxmalıdır, düz 0 dərəcə istiqamətində baxmalıdır. Buna görə də mən deyirəm, on start. Deməli, bölgəyim face towards 0. Face towards nə deməkdir? Yəni baxdığı istiqaməti göstərir, 0 dərəcə istiqamətində baxır, yəni düz baxır. Dəyişənin nə olduğunu da izah edəcəm. Uşaqlar, biz böcək sağ tərəfdə olanda bu 90 dərəcə dönməlidir. Böcək sol tərəfdə olanda mənfi 90 dərəcə dönməlidir ki, aşağı gedə bilsin.
Ona görə mən öz dəyişənimdə uşaqlar demək. Bir də make variable edirəm. Variable nədir uşaqlar? Dəyişəndir. Dəyişən özü içərisində bir dəyər saxlayacaq. Bu dəyər belə deyək, böcəyin hansı dərəcədə dönməli olduğunu göstərəcək. Bizdə iki fərqli dərəcədə dönməli. And after Movlin finished, we gave the students time to practice the algorithm by themselves. And at the end of the event, we awarded each student with a certificate. Hansı alqoritmdən istifadə elədin? İrəli algoritmi. O alqoritmin üstün tərəfi nə idi? Onlar heç bunu da bilmir. Öz oyunun üçün hansı alqoritmdən istifadə elədin? Random algoritmdən istifadə. Səncə bu alqoritmin zəifliyi nədədir?